Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Ümid edirəm ki, hər biriniz çox yaxşısınız. Mən PES Akademinin məntiq üzrə təlimçisi Gülşən Səlimzadə. Bu gün sizlərlə birlikdə hər zaman olduğu kimi maraqlı məntiq sualların izahına baxacağıq. Xatırlatmaq istəyirəm ki, əgər sualların cavabını ilk öncə özünüz tapmaq istəyirsinizsə, izahı dayandırıb, sualın şərtini diqqətli bir şəkildə oxuyandan sonra, cavabı tapdığınızdan əmin olduqdan sonra sualların izahına baxa bilərsiniz. Başlayaq ilk sualımızdan. Təbii ki, dediyim kimi nə etmək lazımdır? İlk olaraq sualın şərtini hissə-hissə diqqətli bir şəkildə oxumaq lazımdır. Sualın şərtində yazılıb ki, Nuray ağlında bir rəqəm tutur. Bu rəqəmin hansı rəqəm olduğu bizə deyilmir. Ona görə də biz bunu x ilə işarələyirik. Daha sonra deyir ki, ağlında tutduğu rəqəmi 4-ə vurur. Aha, biz də vururuq bunu 4-ə. Sonra üzərinə, hasilin üzərinə nə gəlir? 4 gəlir. Və nəticəni 4-ə bölür. Baxın, bu bizim nəticəmizdir. Bu nəticəni 4-ə bölsək, əgər bu formada da yaza bilərik, kəsirdə və yaxud da ki, bunu mötərizəyə alarıq, bölünsün 4, belə də yaza bilərik. Xatırladım ki, əgər biz vurduq 4-ə, üzərinə 4 gələndən sonra, baxın, bunu əgər 4-ə bölsək, bu cür yazsaq mötərizəsiz, bu səhv yazılmış olacaq. Həmçinin də bəzi şagirdlər məsəl üçün belə hesablayır. X-i 4-ə vurur, üzərinə 4 gəlir və belə yazır. Bərabərdir x bölünsün 4. Nəticəni də x götürür. Və xatırladım ki, bu cür qayda, bu cür yazılış tamamilə yanlışdır. Biz necə yazacağıq? Baxın, x-i də fikrimizdə tutduq, daha doğrusu Nurayın fikrində tutduğu, ağlında tutduğu rəqəmi yazıq x. Ağlında tutduğu rəqəmi 4-ə vurur, biz də 4-ə vurduq, üzərinə 4 gəldi və nəticəni. Nəticəmiz nədir? Nəticəmiz baxın budur. Nəticəmizi nə edirik? Təbii ki, vururuq, daha doğrusu bölürük 4-ə. Və burada cavabda da oxuyuruq ki, 4 tapır. Bu bərabərdir 4-ə. İlk olaraq mötərizənin üçün həll edə bilərəm. Əslində çox sadə bir şeydir. X-i 4-ə vuranda alıram 4x. Üstə gələk 4 bərabərdir. Mötərizədən sonraki 4-ü yazıram. Buradakı bölək aşağıya keçəndə nə olacaq? Vuraq 4. Yenə baxın, burada yazılanı olduğu kimi yazıram. 4x üstə gələk 4 bərabərdir. 4x-ə vuranda, daha doğrusu 4-ü 4-ə vuranda nə eləyir? 16 eləyir. 4x bərabərdir, sadə bir tənliyi alırıq. 16-dan çıxıram 4-ün. 4x bərabərdir 12-yə, x də bərabərdir 3-ə. Demək, Nurayın ağlında tutduğu rəqəm neçəymiş? 3-müş. Gəlin yerinə qoyaq. Məsələn, ağlında 3 tutur. 3-ü 4-ə vuranda eləyir 12. 12-nin üzərinə 4 gələndə eləyir 16. 16-nı da 4-ə böləndə cavab eləyir 4. Demək ki, əgər istəsəniz variantlarla da yoxlaya bilərsiniz. Belə də yəni cavabınız doğru alınacaq. Keçirik növbəti sualımıza. Deməli, ikinci sualımıza baxanda görürəm ki, burada yazılır ki, qanunauyğunluğu müəyyən edin. İlk olaraq biz buradakı fiqurlar və qarşılarında olan ədədlərə baxaraq qanunauyğunluğu tapmalıyıq. Qanunauyğunluğu tapdıqdan sonra isə sual işarəsinin yerinə yazılacaq məhsul ədədi də tapmış olacağıq. Görürəm ki, burada romb verilib. Rombun da qabağından nə yazılıb? 16 yazılıb. Təbii ki, rombda mən necə 16 ala bilərəm? Bunun tərəflərinə baxa bilərəm. Tərəflərinə 4 tərəfi var. 4 tərəfi. 4-dən necə 16 alaram? Ya 4-ü 4-ə vuraram, 16 alaram. Fərqi yoxdur, 4-ün kvadratı da onsuz da 4-ü 4-ə vurmaqdır. Bu deyir 16. Hər iki variantı sınamaqla da tapa bilərik. Sizin üçün hansı rahatdırsa elə eləyə bilərsiniz. Burada baxıram ki, baxın 5 tərəf var. 5-i 5-ə vuraram dediyim kimi və yaxud da ki 5-in kvadratı eləyir 25. Növbətlərinə də baxıram. Tutaq ki, məsələn, burada 9. Görürəm ki, həqiqətən də 3 dənə bunun nəyi var? Tərəfi var. 3-ün kvadratı eləyir 9. Desəniz, ay mənim, burada niyə 5-5-ə vurduq? Yəni, burada 3-ün kvadratı yazıq. Dediyim kimi fərqi yoxdur. 5-i 5-ə də vura bilərsiniz. 5-in kvadratı yaza bilərsiniz. İkisi eyni anlayışdır, eyni bir şeylərdir. Narahat olmayın, əsas ki, cavabımız eyni alınır. Burada isə sual işarəsinin yerinə qanunauyğunluğu tapdıq. Qanunauyğunluğu tapdıq ki, tərəflərin kvadratıdır. Demək, burada sayıram 1, 2, 3, 4, 5, 6. 6-nın kvadratı nə eləyəcək? 6-nı 6-ya vurmaq 36 eləyir. C variantı doğru variantı. Keçirəm növbəti sonuncu sualımıza. Deyir ki, birinci iki söz arasında, baxın bu. Birinci iki söz arasındakı qanunauyğunluğu deyir tapın. Yəni məntiqi əlaqəyə əsaslanaraq analogiyaya görə sual işarəsinin yerinə yazacaq sözü tapın. Tapaq. Böyük, kiçik. Bunu hər birimiz bilirik ki, böyük və kiçik.
Bir-birlərlə necə sözlərdir? Antonim sözlərdir. Baxın, yazıram antonim. Antonim sözlərdir. Demək ki, mən güclü sözünün nəyini tapacağam? Antonimi tapacağam. Zəif olarmı? Bəli, olar. Elə A variantımız doğru variantımızdır. Gəlin rəngi dəyişək. A variantımız doğru variant olur. Enli olmaz. Güclü və enli sözləri bir-birlərinə sinonim belə deyil. Qorxmaz olmaz. Gözəl olmaz. Uca olmaz. Güclü sözünün antonimi nə oldu? A variantı zəif oldu. Əgər siz də bizim dəstəmizə qoşulmaq istəyirsinizsə, ekranda da gördüyünüz kimi 077 598 38 00 menecer nömrəsinə yazaraq qeydiyyatdan keçirək bizim dəstəmizdən yararlana bilərsiniz. Bugünlük bu qədər. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik.